Ya haqq, mən sənin qarşında nə iddia, nə də inkar halındayam. Nə özümü böyük görürəm, nə də məndə olanı yox sayıram. Mən yalnız əmanəti tanımaq istəyirəm. Əgər məndə bir dəyər varsa, səndəndir. Əgər məndə bir nur varsa, sənindir. Mənə düşən onu daşımaqdır, sahiblənmək deyil. Məni öz dəyərimlə imtahana çəkmə, amma öz dəyərimi unutturma da. Sərhədlərimi qorumağı mənə öyrət. Özümü ucaldaraq yox, özümü itirməyərək. Sustuğum yerdə qorxu olmasın, danışdığım yerdə nəfs qarışmasın. İşığımı gizlətmək təvazu sanılmasın. İşığımı göstərmək təkəbbür olmasın. Mənim üçün dəyər yerimi bilməkdir. Mənim üçün təvazu ölçümü aşmamaqdır. Muhammedin nur bilincində öz yerində duranlardan eylə məni. Nə bir addım irəli iddia ilə, nə bir addım geri qorxu ilə. Səni mərkəz et, məni yox et, amma məni itirmə. Amin. Niyyət edirəm ki, öz dəyərimi nəfsə çevirmədən tanıyım. Təvazunu özümü kiçiltməyə çevirməyim. Niyyət edirəm ki, sərhədlərimi qoruyum, amma qəlbimi bağlamayım. Niyyət edirəm ki, işığımı gizlətməyim, amma onu özümə aid etməyim. Bu niyyətim ilahi aşk portalında Muhammedin nur bilinci ilə sükutla və dərinliklə açılsın. Oldu. Olduruldu. Şükür. Dərin suallar. Sual cavab üçün deyil, hal üçündür. 1. Bu anda dəyər dediyim şey haqdırmı, yoxsa mənim ehtiyacım? 2. Təvazu adı ilə harada özümü geri çəkirəm? Sərhəd qoymasam, hansı nur itər? İşığım gizləndikdə kimə xidmət etmirəm? Yerimi bilsəm, nə sakitləşər? Haqq məni harada saxlayır, mən harada qaçıram? Mənə verilən əmanət nədir?